Cəlilabad rayonunda ədəbi mühitə töhfə verən növbəti əlamətdar tədbir keçirilib. Cəlilabad, Lənkəran və Bakıdan olan ziyalıların iştirakı ilə mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə şairə Arzu Əyyar qızının 4-cü kitabının təqdimatı baş tutub. Tədbir Cəlilabad rayon Heydər Əliyev mərkəzində keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət himni səsləndirilib. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, eyni zamanda Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü və Cəlilabad üzrə rəsmi təmsilçisidir. Mən Arzu Əyyar qızı. Bugünkü tədbirimiz əlbəttə ki, mənim kitabımla bağlı idi. Sonuncu Kəpənək rəqsi. Bu kitab mənim sevincimin bir parçasıdır. Bu kitab üçün gələn dostlara təşəkkür edirəm. Bu kitab mənim uğurlarımdan biridir. Bu kitabın ərsəyə gəlməsi üçün dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Elvira xanıma, redaktoru Şəhriyar Delgeraniyə. Gələn dostlara da minnətdarlığımı bildirirəm. Mərasimdə müəllifin yaradıcılığı geniş şəkildə təqdim olunub. Çıxış edənlər müəllifin poeziyanın mövzu zənginliyindən, milli dəyərlərə bağlılığından və oxucular tərəfdən rəğbətlə qarşılaşdığından danışıblar. Tədbirdə tanınmış ədəbiyyat və mədəniyyət nümayəndələri iştirak ediblər. Sonda müəllif oxucularla görüşüb, kitablarını imzalayıb və bu cür ədəbi tədbirlərin bölgələrdə keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Yazıcı Abbasada Ruhiyyə. Bu günləri biz Arzu Əyyar qızının kitabının təqdimatına toplaşmışıq. Sonuncu Kəpənək rəqsi Arzu Əyyar qızının 4-cü şeirlər kitabıdır. Arzu Əyyar qızı həqiqətən də gözəl, gənc olmasına baxmayaraq çox dərin fikirlər, yəni şeirlərdə dərin fikirlər yürüdən bir şairdir. İctimai fəaldır. Mən ona uğurlar arzulayıram. Cəmilə Nəsir qızı, İlqar Mustafayev, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.